Definition. Qohum o insana deyilir ki, sənin şəxsi həyatın, sənin hədəflərin, sənin xəyallarınızı yaxından uzaqdan bir əlaqəsi, anlayışı, qandığı bir qrafiya yoxdur. Amma buna fikir yürütməyə özündə bir hüquq görür. Tamam mı? Bir dənə, tamam, yürütsün. Problem nədir? Problem odur ki, sən gəlib atalara, teoriyalarla, aksiyonla, biznes planı ilə izah etsin ki, mənə bu yol tutmaq haqqında xeyirlisidir. Bax, bu yolu tutsam ata, hər şey əla olacaq. Düzdür, ata sənə deyir, yox. Amma bu qohum var ha. O gəlir stol arxası, qəşəng yavrum kavurla, kef, kök, ora-bura. Sadəcə bir dənə fikir irəlidir ki, bir də eşitmişik ki, filan şey filandır, hər sən də uşağı filan eləsən, filan olar. Ata onun sözü yoxdur. Ama gelsin onda hiçbir şey değil. Demir. Kendin yaptın, kendin gördün. Sen ne yaptın? Düzdür. Bu qüvvə var. Bu qüvvəni siz həyatınızdan dərk etməyi, uzaqlaşdırmağa bacarmalısınız. Bir sıra yollarını dinləməksə, sata bilərsiniz, saçı bilərsiniz. Bu da yaxşı. Kökündən, məsələn kökündən.